yəqin ki, mətbuatda belə başlıqlara rast gəlirdiniz ki, vətəndaşın xəbəri yoxdur, amma adına 5, 6 və yaxud bir neçə şirkət var. Amma həmin şəxsin özünün xəbəri yoxdur. Deməli, insanlar özünün də xəbəri olmadan vəsiqələri alınmaqla, indi bilərəkdən və yaxud bilməyəkdən bəziləri kimlərsə ola bilsin ki, danışıqlara gedir, bunu bilərəkdən eləyir, kimlərsə vəsiqəsinin iş adından, dostuna və yaxud yaxınına, hansısa bir şirkətə işə düzəlmək adından verilirsə, kimin vəsiqələri verilirsə, onların adına deməli, vön açılmaqla güya şirkət yaradılıb və sahibkarlıqla məşğuldur. Demə, bu sistemli bir işiymiş, şəbəkələşmiş bir forma alıb Azərbaycanda bu yolla şirkəti yaradıb, həmin şirkətin adına deməli vəsaitləri daxil edib və onu sonra bağlayırlarmış. Beləliklə bu şəbəkə artıq prokurorluq bu şəbəkəni ifşa edib, axır ki bunun deməli bu müəmmalı sirli bir deməli hərəkətin axır ki nədən ibarət olduğu, müəmmanın nədən ibarət olduğu üzə çıxdı, aydınlaşdı. Prokurorluq həmin şəxsləri ifşa edib, 30 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 81,5 milyon manat da dövlətə zərər vurulduğu aydınlaşıb. Prokurorluq bununla bağlı məlumat yayıb, deməli cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib. Baş Prokurorluğun mətbuat xidməti belə məlumat yayıb. Məlumatda qeyd olunur ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəlsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb. Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan daxilində dırnaqarası vəzifə bölgüsü aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəlsiz maliyyə əməliyyatları aparılıb və yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin hüquqi mənbəyinin kimə məxsus olmasının örtbasdır edilməsi və gizlədilməsi məqsədi ilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsindən məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisini məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib. Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər vəzifələri də daxil olmaqla ümumilikdə 30 şəxs cinayət məcəlləsinin 178.4, yəni dələduzluq külli miqdarda törədildikdə 193.3.1, xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq, 193-1.3.1, 193-1.3.2, yəni cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqla mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədildikdə və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin təqsirləndirilən şəxslərdən onunun barəsində İstintaq orqanının vəsadəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarış elan olunub.
hazırda ibtidai istintaq davam etdirilir. Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətdə iştirak etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə etibarnamə verilməsinə razılıq verməmək tövsiyə olunur.